İsti havada kofe içmək təhlükəlidirmi? Normal hava şəraitində gündə 5 fincana qədər kofe içmək əksər insanlar üçün təhlükəli sayılmır və hətta bəzi tədqiqatlara əsasən ürək-damar xəstəlikləri riskini azaldır. Lakin isti havalarda kofe istehlakına daha diqqətli yanaşmaq lazımdır. Rusiyalı kardioloq Anastasiya Fomiçeva bildirir ki, kofe sidik qovucu təsir göstərdiyi üçün orqanizmdə maye etkisini artıra bilər və bu da susuzlaşma riskini yüksəldir. Buna görə də yayda kofe içdikdə mütləq əlavə olaraq kifayət qədər təmiz su qəbul etmək vacibdir. Həkimin sözlərinə görə isti havada ümumiyyətlə isti içkilər bədən temperaturunun tənzimlənməsinə kömək etsə də, kofe bu baxımdan doğru seçim deyil. Kofein mərkəzi sinir sistemini stimullaşdıraraq gümrahlıq yaradır. Lakin ürək ritminə ciddi mənfi təsir göstərmir. Arterial təzyiqdə isə yalnız qısa müddətli və cüzi artım müşahidə olunur.